Sabahı formalaşdırmaq, təsir üçün çeviklik, süni intellekt və data. Agile Azərbaycan Beynəlxalq Sammiti başlayıb. ABB-nin əsas tərəfdaşlıq dəstəyi ilə təşkil olunan sammitdə müxtəlif qurumların təmsilçiləri, Agile, süni intellektə və data texnologiyalarına maraq göstərən şəxslər bir araya gəliblər. Tədbirin məqsədi Azərbaycandakı müxtəlif qurumları Agile üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaqdır. ABB Agile metodologiyasını bir neçə ildir ki, uğurla tətbiq edir. Eyni zamanda süni intellekt və data texnologiyalarından geniş şəkildə faydalanır. Son 3 ildə ABB Agile metodologiyası əsasında 100-dən çox rəqəmsal məhsullarını bazara təqdim edib. Bütün bunlar sayəsində bank həm əməliyyat səmərəliyi, həm də müştəri təcrübəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda ABB-nin yeni müştərilərinin 65%-dən çoxu məhz rəqəmsal kanallar vasitəsilə cəlb olunur. ABB süni intellekt və data texnologiyaları istiqamətində də ciddi irəliləyişlərə nail olaraq 160-dan çox generativ və prediktiv modelləri uğurla tətbiq edib. Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər sammitində Agile, süni intellekt və data sayəsində ən son yeniliklər haqqında məlumat verərək beynəlxalq təcrübələri bölüşüblər.